Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil anbiya vəl mursalin. Nəbiyyənə Muhammedin və alə alihi və səhbihi ecmaîn. An Əbi Hüreyrə radiyallahu anhu enne raculan qala lin-Nabi sallallahu aleyhi və səlləm: "Usini qala la taghdab." Faraddada miraran qala la taghdab. Ravahul Buxari. Əbu Hüreyrə radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına bir kişi gələrək Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, mənə tövsiyə et. Və Peyğəmbər sallallahu aleyhi və səlləm isə buyurur ki, lə tağdab, qəzəblənmə. Və sonra o bir neçə dəfə sualı təkrarlayır, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmdən ona tövsiyə etməsini istəyir. Peyğəmbər sallallahu aleyhi və səlləm isə ona cavab verir ki, lə tağdab, qəzəblənmə. Əl-ğadabu və-rida xaslətani və səciyyətani tubi aleyhuməl insan li faidətin və masləhə. Fəlləzi lə yəğdabu yəkunu naqisən. Yəni, qəzəb və razılıq insanda olan xislətlərdir. Hansı ki, onda fayda da ola bilər, yəni şər də ola bilər. Lakin kim qəzəblənmirsə, o naqisdir. Lakin la budda an yusta'maləl ghadab fi mahallihi. Lakin qəzəbi lazımdır ki, düzgün yerində istifadə edəsən. Yəni qəzəb baş verdiyi zaman necə olmalısan? Fə in təcavəzə mahallahu darra. Yəni onu düzgün qəzəbləndiyin zaman düzgün rəftar eləməsən, zərər verərsən. Fəl-ghadabu naqidur rida. Yəni qəzəb nədir? Razılığın əksidir. Və huve səciyyətun və xaslətun mətbu'un aleyhəl insanu yantucu anha fil insan ghalayanud dam fil qalb və intifaxul əvdac mimma yuaddi sahibihi ilə iradətil intiqam mimmen ghadaba aleyh. Yəni qəzəb elə bir haldır ki, insanda, yəni hər bir insanda baş verir. Elə bir insan yoxdur ki, o qəzəblənməsin. Yəni əksinə qəzəblənməyən insanda artıq bilinir ki, onda naqislik var. Qəzəb insanın təbiətindən olan bir şeydir. Və qəzəb baş verdiyi zaman insanda, insanın, necə deyirlər, qanı qaynayır, damarları genişlənir, yəni belə deyək, necə deyirlər, qızışır, hissənir və istəyir ki, kim onun qəzəblənməsinə səbəb olsa, ondan intiqam alsın. Və mə minnə əhədun lə yəğdab. Bizdən elə birimiz yoxdur ki, qəzəblənməyək. Lakinnəl aqilə vəl-mu'minə yətasarrafu fi ghadabihi və lə yunfizuhu. Yəni, ancaq ağıllı bir kəsə, ağıl sahibinə, möminə gəldikdə isə, onu kimsə qəzəbləndirdiyi zaman, qəzəb baş verdiyi zaman, o onu axıra çatdırmır. Yəni, o qəzəbin gərəkdirdiyi şeyləri eləmir. Və əmməl əhməqu vəl-cahilu fəqad yəhmiluhul ghadabu alə əşya məzmumə. Ancaq cahil insanlar, qəzəb onları məzəmmət olunan əməlləri etməyə aparır. Kəl-qatl vəl-cərh, əv kəlam-ı səyyə, əv qatir rahim, fəl-ghadab yəhməl insan aləl-məhalik. Qətl kimi, yaralamaq kimi, pis söz danışmaq kimi, qohumluq əlaqəsini kəsmək kimi və s. İnsanı qəzəb həlakə aparır. İllə izə istə'mələhu istə'mələn həsənən fi məhəllihi fə innəhu yəsləm min şərrihi. Yalnız o kəs ki, onu doğru istifadə eləsə, o onun şərrindən salamat olar. Və hədər rəculu taləbə binə nəbi sallallahu aleyhi və səlləm ən yusiyyəhu bivəsiyyətin tənfəuhu. Və bu kişiyə gəldikdə isə o Peyğəmbər sallallahu aleyhi və səlləmdən ona bir nəsihət etməsini istəyir ki, onunla o faydalansın. Fəqalə ləhu nəbi sallallahu aleyhi və səlləm lə tağdab. Peyğəmbər sallallahu aleyhi və səlləm isə ona buyurur ki, qəzəblənmə. Kəənnər rəculə istəqəllə hədihil vəsiyyət. Amma sanki kişi bu vəsiyyətdən kifayətlənmir, ona az gəlir. Lizəlikə kərrara. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm onu təkrarən deyir. Və fi kulli mərratin yəqul ləhu lə tağdab. Yəni, hər dəfəsində o kişi soruşanda, tövsiyə istəyəndə Peyğəmbər sallallahu aleyhi və səlləm ona cavab verir ki, qəzəblənmə. Və ləm yəzid ələ zəlikə, heç bir şey buna artırmır bu kəlmədən başqa. Lə tağdab. Fəməl hikmə. Yaxşı, onda hikmət nədir bunda? Qalə bədu əhlül ilm. Bəzi elm əhli buyurur ki, ləəllə həzər rəculə kənə mərufən bil-ğadab. Elm əhli buyurur ki, ola bilsin ki, bu kişi qəzəblənməsi ilə, bu halı ilə tanınan idi. Yəni, qəzəbli bir adam kimi tanınırdı. Və Nəbi sallallahu aleyhi və səlləmə yucibu kulli insanin bihəsəbi həcətihi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm isə hər bir insana cavab verirdi onun halına görə. Bilirdi Peyğəmbər sallallahu aleyhi və səlləm. Fə əvsahu Rasul sallallahu aleyhi və səlləm və xassahu bihədihil vəsilə li'ilmihi bihəlihi. Peyğəmbər sallallahu aleyhi və səlləm ona nəsiyyəti, tövsiyəni yalnız bu sözlə xüsusiləşdirdi. Yalnız bu sözü işlətdi. Çünki onun halını bildiyi üçün. Və hiyə vəsiyyətun ləhu və li qeyrihi. Bu vəsiyyət, bu tövsiyə həm ona, həm də başqaları üçün olan bir tövsiyədir. Fəkullu insanın mətlubun minhu əllə yəğdab. Hər bir insandan tələb budur ki, qəzəblənməsin. Limə yətəraddəbu aləl qadabi minəl ədrar. O qəzəb ki, hansı ki, onun üzərində çoxlu zərərlər tərtib olunur. Yəni, onun üzərində zərər baş verəcək ondan sonra. Mə minnə əhədun lə yəcidu fi nəfsihi şeyən minəl qadab.
Təbii ki, bizim insanlardan elə birisi yoxdur ki, onun nəfsində qəzəbdən bir pay olmasın. Yəni qəzəblənməsin. وَلَكِنَّ الْإِنسَانُ الْمُؤْمِنُ الْعَاقِلُ يَأْخُذُ بِالْحِلْمِ Ancaq mömin bir kəs, ağıllı bir kəs isə təmkini seçir. Təmkinli olmağı seçir. لِأَنَّ اللّٰهَ جَلَّ وَعَلَى يَقُولُ فِي صِفَةِ الْمُؤْمِنِينَ Çünki Allah Subhanahu taala bizə kitabında möminlərin sifəti barəsində xəbər verir və buyurur ki: وَإِذَا مَا غَضِبُوا هُمْ يَغْفِرُونَ Qəzəbləndikləri zaman xətanı bağışlayırlar. Ləm yəqul demədi la yəğdabun, demədi qəzəblənmirlər. Bəl qal və izə mə qadibu, yəni qəzəbləndikləri zaman hum yəğfirun. Onlar xətaları bağışlayırlar. Deməkdir ki, insan qəzəblənir. Fə yəğfirul insan və yəhlumu hədə huvəl məqlub. Ancaq tələb olunan nədir? İnsanın yəni təmkinli olması və həmçinin də qəzəbə səbəb olanı isə bağışlaması. Və lihədə qalə sallallahu aleyhi və səlləm leysə şədidu bisur'ə. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni güclü, yəni o kəs deyil ki, yəni sürətli olsun. Yəni el-qavi ellezî yesra'un nâse hâzâ leysə şədîdən. Yəni insanların içində güclü olan kəs, yəni sürəti ilə və s. seçilən insan deyil, yaxud fiziki gücü ilə. Əş-şədîdu ellezî yemliku nəfsəhu indəl ğadab. Güclü o kəsdir ki, qəzəbləndiyi zaman qəzəbinə sahib çıxır. Hâzâ huve'ş-şədîdul qavi ellezî yemliku nəfsəhu indəl ğadab. Və Nəbi sallallahu aleyhi və səlləm kənə yəğdubu, ləkinnəhu lə yunəffir. Peyğəmbər sallallahu aleyhi və səlləm də qəzəblənərdi, lakin onu nəticələndirmirdi. Yəni onun qəzəbinin hansısa bir nəticəyə aparıb çıxarmırdı. İllə izə kənəl ğadabu lillah əzzə və cəllə. Yalnız qəzəb Allah üçün olan şeylərdən başqa. Və kənə sallallahu aleyhi və səlləm həlimən. Və Peyğəmbər sallallahu aleyhi və səlləm həlim idi. Lə yəntəqimu li nəfsi əbədə. Öz nəfsi üçün heç vaxt intiqam almazdı. Rəğmə mə ləqa minəl-əzə minən-nəs. Yəni baxmayaraq ki, o insanlardan əziyyətlər görürdü. Əmmə idə intuhikət məhərimullah cəllə və alə fəinnəhu yəğdabu lillah lə li nəfsihi. Ancaq Allah subhanahu taalanın haramları barəsində, hansısa bir haramları barəsində kimsə aşanda Peyğəmbər sallallahu əleyhi və səlləm qəzəblənirdi. Allah üçün, nəfsi üçün yox. Və həkədəl müminu yəqtədi bir Rasul sallallahu aleyhi və səlləm. Lə yəğdab li nəfsi. Və belə lazım gəlir ki, müsəlman Peyğəmbər sallallahu aleyhi və səlləmi nümunə götürsün, öz nəfsi üçün qəzəblənməsin. Bəl yəhlum və liyəğfir və yuhsin ilə mən əğdabəhu. Əksinə, təmkinli olsun, bağışlasın, yaxşı rəftar eləsin. Yəni, kim onu qəzəbləndirdi, onu bağışlasın, ondan rəftarında dəyişiklik olmasın. Liqavlihi təalə fəmən əfə və asləhə fəəcruhu aləllah. Necə ki, Allah subhanahu taala buyurur ki, kim bağışlasa və islah etsə, onun mükafatı Allaha aiddir. Fəhədə huvə iləcul ğadab. Bu qəzəbin də müalicəsi, qəzəbin də dərmanı budur. Əvvələn, məhmə əmkənə ənnəkə la təğdab. Nə qədər ki, yəni imkanın var. Birincisi, əgər imkan varsa qəzəblənmə. Thəniyən, izə qadibdə fələ tunəffiz. Yəni, əgər qəzəbləndinsə, onun ardınca düşüb getmə. Hansısa bir nəticəyə çıxartmasın. Bəl əleykə bis sabr və təhəmmül vəl-hilm. Sənə lazım olan səbr etməkdir, təmkinli olmaqdır və yumuşaq olmaqdır. Allah subhanahu taala bizləri eşitib faydalı olmağı öyrətsin. Subhanakallahumma və bihamdik əşhədu an la ilahə illə əstəğfiruka və etûbü ileyk.